Allah Taala'ya bu nemətlərin qarşılığı olaraq, şükür olaraq insanın üzərinə düşən nədir? Yəni bəxş olunan insana dil, göz neməti, insan bunun şükrünü necə verə bilər? O zaman bu şükrü verə bilər ki, Allahın ona bəxş etdiyi dili Allahın qəzəbinə gətirməyəcək əməllərdə istifadə etməsin. Və həmçinin eləcə də Allaha ibadət və itaat üzərində istifadə etsin. Və bu onun nemətidir. Və bu zaman deyir o, həmin nemətlərin şükrünü ödəyə bilər. Fikir verin, yəni insan dilini qoruduğu təqdirdə, gözünü qoruduğu təqdirdə Allah Taala ona dünyada və axirətdə bir çox xeyirlər nəsib edəcək, müvəffəq edəcək. Və o deməli faydalardan, o nemətlərdən biri də odur ki, əgər insan dilini düzgün istiqamətdə, düzgün yolda, düzgün yəni şəkildə istifadə edərsə və həmçinin səbəbdir ki, bütün əzalar salamat qalsın. Və bu da onun faydalarından. Əgər insan öz dilini qoruyarsa, dilini himayə edərsə, bütün şər olan, fitnə olan və günahlara səbəb olan hər bir şeydən dilini qoruyarsa, bu onun bütün əzaları üçün xeyirdir. Və əzalarını qorumuş olur, bütün əza üzvlərini. Əksi halda, əgər insan dilini qorumadığı təqdirdə, o zaman bütün əzalara mənfi təsir göstərir. Ona görə insan çalışmalıdır, dilini daimi xeyir sözlərə, xeyir ifadələrə istifadə etsin.